Salam əziz izləyicilər, xoş gördük. Hər il mart ayının 10-u yetişəndə xəyal məni çox uzaqlara aparır. Təqribən yarım əsr öncəyə. O zaman biz xoşbəxt Sovet balaları Bakımızın mərkəzində, indiki Bülbül prospekti 12 saylı binada yerləşən keçmiş 26 Bakı Komissarlığının Mədəniyyət Sarayında fəaliyyət göstərən Şəfəq Dram Studiyasında həvəskar aktyorlar kimi çalışırdıq. Dərsdən sonra tez qaçaraq gəlirdik. Həftədə 3 dəfə məşğələmiz olurdu. Demək olar, müntəzəm şəkildə tamaşalar hazırlanırdı. Əslində, böyüklər üçün olan əsərlər idi. Çünki uşaqlar üçün olan əsərlər həmişə bizdə azlıq təşkil edib. Amma biz istedad işartılarımızı o balaca canımızla, o az yaşımıza baxmayaraq göstərirdik və sanki böyüklərdən geri qalmadığımızı sübut etməyə çalışırdıq. O zaman bizim studiyaya gələn uşaqlardan bir qismi sonradan sənət talilərini sənətə bağladılar. Onların arasından Kəmalə xanım Müzəffər, Azərbaycanın əməkdar artisti, Mehman Abdullayev, Bakı Bələdiyyə Teatrının aktyoru çıxıb, mən onları xüsusi qeyd eləyərdim. Amma əksəriyyət təəssüf ki, sənətlə yollarını davam elətdirə bilmədilər. Yəni, müxtəlif səbəblərdən. Məndə olan məlumata görə Azərbaycandan köçüb gedənlər də oldu. Artıq nə Sovet var, nə bizim o qayğısız, xoşbəxt uşaqlıq illərimiz. Bugün biz təkrar müstəqilliyini qazanmış Azərbaycanda yaşayırıq və hər il Azərbaycan teatrının mart ayının 10-da dünyəvi peşəkar milli teatrımızın təvəllüd gününü qeyd edirik. Əlbəttə, bu əsr yarımlıq vaxtı Azərbaycan teatrı böyük uğurlar qazanıb, çox eniş yoxuşlardan keçib. İndi teatrımızın yeni bir məna, məzmun kəsb edən bir dövrüdür. Çatışmazlıqlar çoxdur, amma inanıram ki, biz bu dünya ilə qaynayıb, necə deyirlər, qaynayıb qarışacağıq və inşallah bu sınaqlardan üzvaq çıxacağıq. O, hər bir orqanizmə sağalmaq üçün, dirilmək üçün, dirçəlmək üçün təzə qan vurulması gərək olan kimi Azərbaycan teatrına da bugün yeni qan vurulmağına ehtiyac var. Çox arzu edərdim ki, sənətin bayrağı həmişə istedadların əlində çox yüksəkdə dalğalansın. Bu ümidlə bayramımız mübarək. Əziz dostlar, həmkarlar, əziz teatrallar. Həmişə xoş günlərdə görüşənədək.